Həmçinin başqa bir sual. İnsan bir asilik edir, məsələn. Həm içir, həm də siqaret çəkir. Hər ikisi də asilikdir. Birinə tövbə elədi. İçkiyə tövbə elədi. Amma çəkir. Davamlıdır. Yəni, digər günah üzərində davamiyyətlidir, amma digər günahdan tövbə edib. Bu biri günahın bu tövbəyə təsiri var, yoxsa təsiri yoxdur. Doğru olan budur ki, təsiri yoxdur. Ola bilsin qul, Allah qorusun, 5 böyük günaha mübtala olub, hansısa birini tərk etməyə gücü çatır. Özündə əzm tapıb, birini tərk edib, ona tövbə edib. Biz deyirik ki, digər günahların bu tövbəyə adiyyəti yoxdur. Tövbə yerindədir. Və doğrusunu Allah bilir.